Öncə yodun alınması reaksiyasına aparacağıq. Ferin klorid ilə kalium yodun reaksiyasından gördüyünüz kimi ferin klorid, kalium klorid və yod alınır. Birinci ferin kloriddən biraz sınaq göstəririk. Əlindən. Sonra üzərinə kalium yod əlavə edəcəyik. Tökdü. Burada reaksiyanın getdiyini şahid olaraq və gördüyünüz kimi yod alınır. Tutun. Şöyle pambıqda baxaq. Ləman görək. Adi bildiyimiz yoddur. Dəmir 3 kloriddən kalium yod. Bəli. Dezinfeksiya kimi istifadə olunur. Reaksiyaya baxaq. Dəmir 3 klorid, kalium yod. Ferin klorid, kalium klorid və yod alınır.